Mən Jalə Əhmədova Məhəmməd Əlinin valideyniyəm. Oğlum hal-hazırda 5 yaşındadır. 1 yaşından etibarən oğlumun inkişafında ləngimələr hiss etdik. Göz kontaktı yox idi, adına reaksiyası yox idi, sevinc hissi, ağlama hissi bunlar heç biri yox idi. Biz bir çox mərkəzlərdə, bir çox həkimlərin qəbulunda olduq. Oğluma autizm spektr diaqnozu qoyuldu. Ancaq bütün müalicələr heç bir nəticə vermədi. Ondan sonra bir valideynin tövsiyəsi ilə biz bioloji təbabət müalicə, inteqrativ müalicə mərkəzində Lalə həkimin qəbulunda olduq. Lalə həkimin müalicəsindən, yanaşmasından sonra oğlumda müsbət irəliləyişlər əldə elədik. Göz kontaktı, adına reaksiya, bütün davranışlar müsbətə doğru dəyişdi. Ondan sonra oğlumun bir böyük problemi də qəbizlik problemi var idi. Lalə həkimin müalicəsinə əsasən oğlumun qəbizlik problemi də tamamilə aradan qaldırıldı. Bunun üçün mən bir ana kimi çox xoşbəxtəm. İlk öncə mən bioloji təbabət inteqrativ müalicə mərkəzinə, sonra da həkimimiz Lalə Nəsirovaya böyük minnətdarlığımı bildirirəm. Çox sağ olsunlar ki, oğluma bu diaqnozun götürülməsində əllərindən gələni əsirgəmədilər və mən ana kimi təşəkkürümü bildirirəm və çox xoşbəxtəm. Bütün valideynlərə də doğru mərkəzlərə, doğru həkimlərə yönəlməyə dəvət edirəm. Lalə həkimi və bioloji inteqrativ müalicə mərkəzini seçmələrinə dəvət edirəm. Əmin olun ki, heç bir şəkildə yanılmazsınız və mən valideyn kimi siz də hər zaman sevinc əldə edərsiniz. Təşəkkür edirəm. Çox sağ olun. Dur, sizi öpürəm.